Yevlax Pilot Aqropark dövlət başçısının tapşırığı əsasında 2807 hektar ərazidə yaradılmışdır. Aqroparkın yaradılmasında məqsəd kiçik və orta sahibkarlar üçün torpağın əlçatanlığını təmin etməklə məhsul istehsalını, məşğulluğu və ixracı artırmaq, idxaldan asılılığı azaltmaqdır. Aqroparkın su təminatı Yuxarı Qarabağ kanalından həyata keçirilir və 110 min kubmetr tutumlu membran örtüklü ambara toplanır. Su buradan parsellərə və sənaye zonasına verilir. Aqroparkın elektrik təchizatı 22 kilometr məsafədə yerləşən Kürəkçay yarımstansiyasından təmin olunur. Ərazidə 39 kilometr uzunluğunda paylayıcı kabel xətləri çəkilmişdir. Hər parselə 10-15 kilovat gücündə elektrik enerjisi verilir. Aqroparkın sənaye zonasının təbii qazla təmin edilməsi məqsədi ilə 2 bar təzyiqli və 4000 kubmetr saat gücündə qaz xətti çəkilmişdir. Aqropark ərazisi də daxil olmaqla ümumilikdə 7000 hektar sahəni sel riskindən qorumaq məqsədi ilə sel kollektoru inşa edilmişdir. Aqroparkı Mingəçevir şəhəri ilə birləşdirən 12 kilometr uzunluğunda yeni avtomobil yolu çəkilmişdir. Həmçinin texnika və avtomobillərin sərbəst hərəkəti üçün çınqıl əsaslı təsərrüfat daxili yollar salınmışdır. Aqroparkda təsərrüfat fəaliyyətinin inkişafı, uzaqdan idarə etmə və effektiv kommunikasiya üçün fibr optik internet xətti çəkilib. Meyvə bağlarında iqlim stansiyaları, feromon kameraları və torpaq nəm sensorları tətbiq olunur ki, bu da bitki inkişafının izlənməsi, xəstəlik və zərərvericilərin aşkarlanması, hava və torpaq nəmliyinin müəyyənləşdirilməsi, eləcə də operativ qərarların qəbulunda mühüm rol oynayır. Aqropark ərazisinin 1185 hektarı intensiv meyvəçiliyin inkişafı üçün parsellərə ayrılmışdır. Onun 600 hektarında intensiv və superintensiv meyvə bağları salınmış, əlavə olaraq 10 hektarda tingçilik təsərrüfatı yaradılmışdır. 2025-ci ildə 606 min ədəd ting istehsal edilmiş və 600 tondan çox meyvə istehsalı proqnozlaşdırılır. Aqroparkın bir illik əkinlər üzrə ixtisaslaşmış rezidentləri ərazilərinin 80%-dən çoxunda pivot və sprinkler suvarma sistemlərindən istifadə edirlər. Aqropark ərazisinin 141 hektarı sənaye zonasının yaradılması üçün ayrılmışdır. Hazırda sənaye zonasında bir rezident tərəfindən 11,8 hektarda illik 20 milyon ədəd damazlıq yumurta istehsalı gücünə malik müasir quşçuluq kompleksi qurulur. Aqroparkda qalan sahələrdə meyvə bağlarının salınması, sənaye zonasında logistika mərkəzinin, heyvandarlıq kompleksinin, həmçinin emal müəssisələrinin və topdan satış mərkəzinin yaradılması nəzərdə tutulur.